Salam, bugünkü izdahımız olacaq 9-cu sinif ümumi tarixdən 4-cü paragraf, yəni Rusiya imperiyası mövzusudur. Rusiya ilk öncə danışaq 19-cu əsrin birinci yarısında olan tarixindən. Rusiya 19-cu əsrin əvvəllərində feodal təhkimçilik ölkəsi olaraq qalırdı. Bu da onun qərbi Avropadan geri qalmasına səbəb olurdu. Amma 1801-ci ildən 1-ci Aleksandr gəldi hakimiyyətə. Birisi 1762-1796 Yekaterina'dır. 96-da Yekaterina'nın ölümündən sonra Pavel'di 1801-ə qədər. 1801-dən 1825-ə qədər isə 1-ci Aleksandrdır. 1-ci Aleksandr bir sıra islahatlar keçirir. Məsələn, siyasi məhbuslar əfv olundu, senzura yumuşaldıldı, senzura qadağandı. Zadəganların hüquqları bərpa olunur və azad taxılçılar haqqında fərman verir. Bu nədir? 1803-cü ildə verilib bu fərmanı. İlin yazılmış kitabda, amma əvvəl var idi. 1803-cü ildə azad taxılçılar haqqında fərman verir. Həmin bu fərmana görə mülkədarlar təhkimli kəndlərdən ödənç alıb, onları torpaqla birlikdə azad edə bilərdilər. Bu, bilirsiniz nəyə oxşadıram bunu? 1870-də Azərbaycanda olan fərman var. Düzdür, bizdə təhkimçilik olmuyor. Amma yəni 70-də bizdə deyək ki, mülkədar istədiyi qədər ödənç alıb, yəni kəndini azad edir. Kəndi torpağı ala bilər də, yəni öyle demişdi. Burada da elə bir şeydir. Burada isə deməli kəndlərdən ödənç alır, onları torpaqla birlikdə azad edirlər. Yəni təhkimçilikdən də azad olmuş olur. Ölkədə də yeni universitet açıldı. Dövlət idarəsində nizam-intizam yaratmaq məqsədi ilə deməli kollegiyalar əvəzinə Avropada olduğu kimi nazirliklər təşkil olundu artıq. Və 1810-cu ildə məşvərətçi orqanı olan Dövlət Şurası yaradıldı. 1810-cu ildə ümumiyyətlə xronologiya ehtiyatımız çox olmalıdır. Bolluca xronologiya ehtiyatımız olmalıdır. Bunu da bilməliyik. 1810-cu ildə Dövlət Şurası. Çətin deyil. Sonra 1-ci Aleksandrın dövründə yeni işğalçılıq siyasəti davam etdirilir. Deməli, İsveçi məğlub edir Finlandiyanı, Osmanlı ilə müharibələrdən sonra Bessarabiyanı və Qacarlar ilə müharibə nəticəsində isə Cənubi Qafqazın böyük bir hissəsini işğal edir. Və deməli 1812-ci ildə isə 1-ci Napoleon ordusu hücum edib bura. Bunu Fransa mövzusundan da bilirik əslində qalsa. Deməli, səbəbi isə burada 1807-ci ildə hansı ki bunlar arasında müqavilə bağlamışdı, ona əməl etmirdi deyə ona görə. Və fransızlar amma Moskvanı tutsa da burada qala bilmədilər. Yenə həmişə kimi bu Rusiyanın sərt iqlimi, soyuq iqlimi və bu Rus əsgərləri buna öyrəşiblər. Və hansı ki burada həm də ki burada həmin bu müharibələr zamanı deməli bunlar Rus zabitləri gedirlər Avropaya, Avropanın mütərəqqi siyasi quruluşu ilə tanış olurlar və başlayırlar həmin bu Rus zabitləri gizli cəmiyyətlər yaratmağa başlayırlar. Əvvəllər verilirdi bunların da dəstəkləri, Nicat İttifaqı, Səadət İttifaqı kimi belə bir cəmiyyətlər yaradırlar. Bunlar da təhkimçiliyin ləğvini istəyirlər, sonra konstitusiyanın qəbulunu istəyirlər. Və onlar 1825-ci ildə dekabr ayında çevriş etmək istəyirlər. Amma 1-ci Nikolay, yəni bunun qarşısını alır. 25-55 1-ci Nikolayın hakimiyyəti illəridir. Bu tarixdə dekabristlər üsyanı adlanır. Deməli, yəni bunun qarşısı alınır. Nikolay tərəfindən bunun qarşısına alınır. Sonra 19-cu əsrin 2-ci yarısında Rusiya Osmanlı ilə aparılan müharibələrin nəticəsində Krım müharibəsində də yəni məğlub olur və Krım müharibəsi 1853 53-56 19-cu əsrin 2-ci yarısında həmin bu müharibədə məğlub olur. Düzdür, burada Osmanlıya Avropa dövlətləri də kömək etmişdilər və Parisdə sülh müqaviləsi imzalanır. Bu Paris sülhünün şərtləri vacibdir. Çox vacib. Bunu əzbər yadda saxlamalıyıq. Deməli, tərəflər hansı ki işğal etdiyi torpaqlardan geri qaytarılacaq. Yəni bunlar geri qayıdacaq. Həmin bu işğal etdiyi torpaqlar geri qayıdacaq. Osmanlının ərazi bütövlüyünə, müstəqilliyinə Avropa dövlətləri təminat verirlər. Sonra Qara Dənizdə heç bir dövlət hərbi donanma saxlaya bilməzdi. Bilirsiniz də Qara Dənizə nə vaxt çıxmışdı Rusiya? Rusiya 1774-cü ildə ilk dəfə Kiçik Qaynaca ilə çıxmışdı. 1791-ci il Yassı müqaviləsi ilə də Qara Dənizdə möhkəmlənmişdi. İndi 1856-cı il. Bax, məntiqlə yadda saxlayın. Krım müharibəsində uduzubsa bu, məğlub olsa, deməli onun əleyhinə olan bir müqavilə bağlanmalıdır. Müqavilənin şərtində onun əleyhinə olan bir şey olmalıdır.
1856-cı ildə də hərbi Paris konfransında deyir ki, Qaradənizdə heç bir dövlət hərbi donanma saxlamayacaq. Bir də Bosfor və Dardanel boğazları sülh dövründə xarici gəmilərə bağlanacaq. Amma Rusiya təbii ki, Qaradənizə çıxışı itirməklə barışa bilməzdi. Ona görə də deməli Rusiya Qaradənizdə hərbi donanma saxlama hüququnu 1871-ci il, dəqiq yadda saxlayırıq, 1871-ci London konfransında bərpa edə bilir. Və Krım məğlubiyyəti Rusiyanın Qərbi Avropadan geri qaldığını bir daha göstərir, yəni daha çox göstərmiş olur bu Krım məğlubiyyəti. Ona görə də 2-ci Aleksandr 1855-1881 hakimiyyət illəri. 2-ci Aleksandr burjai saatları keçirməyə başlayır. 1801-ci ildə təhkimçilik ləğv olunur. Amma müvəqqəti mükəlləfiyyətli vəziyyəti 1881-ci ilə qədər davam eləmişdir. 1861-də təhkimçilik ləğv olunur. Müvəqqəti mükəlləfiyyəti 1881-ci ilə qədər davam etmişdir. Sonra 1870-ci ildə şəhər əsasnaməsi təsdiq edilir. Bizdə də Azərbaycanda da 78-də Şimali Azərbaycanda. Deməli, daşınmaz əmlaki olan bütün təbəqələrin nümayəndələri şəhər cəmiyyətinə seçkilərdə iştirak etmək hüququna qazanır. Bu da senzidə, yəni elə bir ki, əmlak senzi qoyur, məhdudiyyəti qoyulmuş olur da. Və şəhər özünü idarə orqanlarına yerli vergi deməli, rüsumları müəyyən etmək səlahiyyətləri verilmiş olur. Sonra 1874-cü ildə hərbi islahat keçirir. Biz bunu Azərbaycan tarixindən də bilirik. Azərbaycan tarixində nə deyirik? Deyirik ki, hərbi islahata əsasən nə olur? Ancaq Slavyanlar yəni iştirak edə biləcəkdir. Amma sonra da bizdən 1887-ci ildən hərbi vergi alınmağa başlayır. İndi Rusiyanın özündə 1874-cü ildə hərbi islahata əsasən ümumi əsgəri mükəlləfiyyət tətbiq olunur. 21 yaşa çatan hər bir kəs, yəni xidmətə yararlı olan hər bir kişi orduya çağırılır və hərbi xidmət müddəti də biraz azaldılır. Sonra ən ardıcıl islahat da məhkəmə islahatı idi. İndi danışaq Qafqazın işğalından. Deməli, 1801-ci ildə bilirsiniz, Gürcüstan Rusiyaya birləşdi. Bu Gürcüstan birləşdirməsi ilə bizim də torpaqlarımız getdi. Yəni onu da Azərbaycan tarixindən bilirik də. Deməli, Qazax, Şəmsəti, Borçalı, Pənbək, Floru. Bunlar da Gürcüstan içərisində getdi. Bu da elə hansı ki, Cənubi Qafqazın birləşdirilməsində Rusiyanın ilk addımı oldu həmin bu 1801-ci il işğalı. Sonra Rusiya Cənubi Qafqaz uğrunda həm Qacarla, həm Osmanlı ilə müharibə etdi. Bilirsiniz, Qacarla 1828-də yekunlaşdırdı Türkmənçay müqaviləsi ilə. Həmin bu müqaviləyə görə, Türkmənçay müqaviləsinə görə deməli artıq Qacarlar yəni Rusiyanın işğalını tanımışdı. Sonra eyni zamanda ermənilərin köçürülməsi məsələsi var idi burada. 1829-cu ildə də Ədirnə müqaviləsi Osmanlıya tanıtdırır. Cənubi Qafqazın böyük bir hissəsini Rusiya tərəfindən işğalını Osmanlı tanıyır. Burada da yenə ermənilərin Osmanlıdan köçürülmə məsələsi var. Elə ən çox erməni deməli Osmanlıdan köçürülmüşdü. 84 min erməni köçürülmüşdü. Sonra deməli indi keçdi, yəni 1829-da Cənubi Qafqazın işğalını bitirdi. İndi keçdi Şimali Qafqazın ərazisini işğal etməyə başlayır və bu Şimali Qafqazda işğal edilmiş ərazilərdə qalalar inşa edir. Sonra yəni qalalar daha doğrusu inşa edir. Dağlı əhalini yaşayış məskənlərini dağıdır. Əhalini düzənlik yerlərə köçürür. Yəni bunlara uyğun deyil axı. Ona görə də bu da əhalinin mübarizəsinə səbəb olur. Və deməli bu mübarizədə müridizm bayrağı altında birləşmişdilər. Şeyx Şamil rəhbərlik edirdi onlara. O dini dövlət yaratmışdı, yəni imamət yaratmışdı. Deməli, onlar da həm də Azərbaycan şimal bölgələrini, həm də Osmanlıdan kömək alırdılar. Amma 1859-da Şeyx Şamil mübarizəni dayandırıldı. 1864-cü ildə deməli bütün Qafqaz, yəni Şimali Qafqazda Rusiyanın tərkibinə daxil edilir və Qafqazın Rusiya tərəfindən işğalı başa çatdırılır. İzahımız bu qədər, sağ olun.